Deməli, Rəşad qardaş, günümüzdə görürsən sosial şəbəkələr yayılıb deyə, insanlar da görürsən bir xeyir əməl eləmək istəyən kimi nə eləyir, hamısı sosial şəbəkədədir də. Ən çox da indi bir belə deyək də bir dəb olubdur. Sədəqə verir, həmən sosial şəbəkədə çəkir, paylaşır. Deyəndə ki, belə eləmək olmaz, yaxşı deyil. Və Qurandan Bəqərə surəsindən dəlil gətirir ki, yəni belə şey var da, yəni Quranda icazəlidir ya nəsə. Bunlara necə cavab verək? Qardaş, buna mən hər dəfə şey deyirəm, blogerlərin tapdığı dəlil. Blogerlər yoxdur sosial şəbəkədə. Onlar öz əməllərinə Qurandan dəlil tapıblar. Danışanda onlar çəkirlər axı, reklam edirlər, aparırlar miskin fəqirlərin evinə çəkməklə, kamera ilə filan. Yaxşılıq, yardım edirlər də, düzdür. Onlar dəlil tapıblar Qurandan. Mən buna hər dəfə deyirəm, blogerlərin tapdığı dəlil. Bunlar maraqlıdır nə? O ayə yoxdur. İn tubdu əs-sədaqati fəni'immə hiyə. Sədaqələrinizi aşkarda versəz, nə gözəl. Lakin ayənin arxası var. Ayə yekunlaşmır, qutarmır bundan. Və in tuxfuha və tu'tuha el-fuqara fəhuva xeyrun lakum. Onu gizlin versəniz fəqirlərə, miskinlərə, xəlvətdə, bu sizin üçün daha xeyirlidir. Ayə bu cür qutarır. Deməli, ayə blogerlərin tapdığı ayə. Əvvəli nədir? Aşkarda vermək olar. Axırı nədir? Əgər gizlətsəniz, deyir Allah, onu xəlvətdə gizlində versəniz, bu sizin üçün daha xeyirlidir. Bunu danışmırlar. Bunu demirlər. Niyə? Çünki bu onlara sərf eləmir. Qardaş, bir halda ki Allah Subhanahu və Teala deyir, bu sizin üçün daha xeyirlidir. Sən daha xeyirlini nəyə görə etmirsən ki? Niyə daha xeyirli olan əməlin arxasınca qaçmırsan ki? Bu bir cavab olaraq deyirik. Bundan əlavə nususda, Emil, nə qədər sədəqə gəlibsə, təşviq edilibsə sədəqəyə yardım. Onlar hamısı gizlində xəlvətdə verilən sədəqə kimi qeyd olunub. Lakin onlar bunu demirlər, yaymırlar, yaxud bilmirlər, yaxud eşitmək istəmirlər. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, 7 sinif insan var ki, qiyamət günü ərşin kölgəsində kölgələnəcək. Biri də وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لَا تَعْلَمْ مَا يُنْفِقُ يَمِينُهُ. Sağ əli ilə insandır, kişi də sədəqə verir, gizlədir. O qədər gizlədir ki, sağ əlin verdiyi sədəqəni sol əl bilmir. Yəni, o qədər gizlin verir. Yəni, bu gizlində vermək sədəqəni təşviq edib şəriət. Yaxud Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sadaqatu sir tutfi'u ğadəbə Rabb. Sirdə verilən sədəqə Rəbbin qəzəbini söndürür. Belə hədislər sirdə, xəlvətdə, gizlində verilən sədəqə çoxdur. Nusus təşviq edib. Qardaş, bunu, o sədəqənin gizlində verilməsi var. Bu nə kimi fayda verir bizə? Bunun iki əzəmətli faydası var. Bir, ixlasa daha yaxındır. Səmimiyyətə, Allahla sadiq olmağa daha yaxındır. Sədəqə sıdq, sadiqlik sözündən götürülüb. İnsanın imanının sadiq olmasına dəlalət edir, sadiqliyinə. Və xəlvətdə veriləndə bu ixlasa daha yaxındır. Aşkarda veriləndə riya qorxusu ora daxil olması böyükdür. Bu birinci faydadır. Qardaş, gizlində ver, heyfdir. Bu ixlasa daha yaxındır. Bunlar nə bilirlər ixlas nədir? Bunların həyatları reklamdır. Nə ixlas? Bu bir. İkinci, o verilən miskin fəqir yoxdur. Onun salamat qalması üçün daha yaxşıdır. Yəni, qəlbinin qırılmaması üçün. O, sən aşkarda, xəlvətdə, kamera arxasında çəkilişlə verilən sədəqə yoxdur miskinə. Sən onun qəlbini sındırırsan. Sən onu alçaldırsan, aşağılayırsan. Millət bütün ölkənin, şəhərin xəbəri oldu ki, sən ona sədəqə verdin. Yazıq boynunu bükür, yazıq, fəqir, utanır. Sən çəkirsən axı. Kim istəyər, qardaş, onu sən nəsə verəndə ona çəksinlər. Sən istəyərsən, sənin yaxınların belə çəksinlər, bütün şəhərin xəbəri olsun. O yazıq sınır, aşağılayırsan onu. Və gizlində veriləndə
o adam bilir ki, verir və heç kimin xəbəri yoxdur. Hansı daha yaxşıdır onun üçün? O onun qəlbinin yumşaq olması üçün, salamat qalması üçün, sevinməsi üçün bu daha yaxşıdır. Elhamdülillah heç kimin xəbəri olmadı, verdi, çıxdı, getdi. Amma sən onu çəkəndə, reklam edəndə, aşkar edəndə, qardaş, sən onu aşağılayırsan onu. O yazığı pis vəziyyətdə qoyursan. Ona görə alimlər deyiblər ki, gizlində verilən sədəqənin bu iki böyük faydası var. Bundan əlavə, qardaş, əsl budur ki, Emil, sədəqə ümumiyyətlə şəriətdə sədəqə mövzusu, sədəqə əməli əsl budur ki, xəlvətdə olmalıdır. Gizlində verilməlidir. Məqsəd budur. Sədəqədə məqsəd budur ki, gizlində verilsin. Düzdür? Lakin bir şərt var, bir şey var. O olarsa, sədəqəni aşkarda üzdə vermək olar. O da nədir? Əgər məsləhət olarsa, məsləhət varsa, müəyyən məqamlarda, yerlərdə sədəqəni aşkarda, üzdə, insanların qarşısında verməkdə heç bir problem yoxdur. O da nədir? Digər o xəsis, simic, pulu olub xərcləməyən insanlar baxsınlar, iqtida etsinlər sənə, onlar da xərcləsinlər, onları da təşviq edəsən. Bu məsləhətə görə şəriət icazə verib sənə sədəqəni aşkarda verəsən. Düzdür? Qardaş, bu, Emil, bunu eləmək olar. Amma bu riskdir, düzdür? Mən bunu məsələn eləmərəm. Kim özünü risk atar? Yox, əgər sən bacarırsansa, eləyirsənsə, bunu maksimum bir dəfə eləyərsən. Yaxşı 2 dəfə elə, yaxşı 3 dəfə elə ki, görsünlər bu adla. Əslində bu indiki blogerlər yoxdur. Şeytan onları bu adla, bu bəhanə ilə aldadıb edir. Bu bəhanə ilə edirlər. Əllərində hüccət var, burhan var, tapıblar. Əslində, qardaş, olar, icazəlidir şəriətdə. Amma bir dəfə eləyərsən, maksimum insan bunu 2 dəfə eləyər də. Ki, baxsınlar. Amma sənin bütün həyatın bunun üzərindədir. Sən elə hər dəfə bunu eləyirsən, şəriət hər dəfə deymi baxı bunu sənə. Bir dəfə, məsləhət var, bir dəfə elə. O da insan eləyəndə qorxa-qorxa eləyər bunu ki, subhanallah, görəsən riya daxil oldu, olmadı. Axı insanlar gördü, yox, niyyətimi düzəltdim, məsləhət var. Amma bunu hər dəfə deməyib şəriət. Bundan əlavə, şəriət aşkarda sədəqə verməyi icazəli sayıb. Razılaşdım, Bəqara surəsində ayə var. Da kamera qarşısında yox, qardaş. Reklam çəkə-çəkə aşkar bu qəsd edilmir, qardaş. Allah deyir, aşkarda verir. Aşkarda Allah kameranı demir. Belə aşkar yox. Sənin başa düşdüyün aşkar yox. Reklam yox, qardaş. Bunu demir şəriət. Deməli, sən aşkar sözünü özünün əqidə əməlinə xidmət edən kimi başa düşmüsən. Amma Allahın dediyi kamera deyil. Mən başa düşdüm, aşkarda vermək olar. Amma sənin etdiyin əməl hansıdır? Sənin aşkarı başa düşməyin kameradır. Aşkarı başa düşməyin reklamdır, like-dır. Şöhrətdir, atsandır. Budur sənin başa düşməyin. Biz deyirik ki, şəriət əslən bundan söhbət eləmir. Allah aşkar deyəndə bunu demir. Sən bunu aşkara aid eləmisən. Sən bunu aşkara aid eləmisən. Ona görə o insanlar əslində xusran içindədirlər. Və qiyamət günü gələcəklər inşallah. Onların əməllərindən heç nə yoxdur. Savab heç nə yoxdur. Pulları gedib bu dünyada like qazanıblar. 5.000, 10.000 ürək atıblar. Seviniblər. Onları təşviq edib. Ona görə də bu əməlin üzərindədir. Qiyamət günü onların heç bir savabı yoxdur inşallah. Bu qədər.